İranın yeni ali lideri bir neçə gün əvvəl həlak olmuş ölkənin mənəvi lideri Əli Xameneyi ilə eyni soyadı daşıyacaq. Bu barədə İranın yeni liderinin seçkilərində iştirak edən ekspertlər şurasının üzvü bildirib. Biz İranın yeni liderini seçdik. Xameneyi soyadı yeni ali liderdə qalacaq. Şura üzvü Al-Hadat televiziyasında bildirib. Qeyd eləyək ki, bu yaxınlara qədər bu vəzifəyə ən çox ehtimal olunan namizədin Xameneyinin oğlu Müçtəbə olduğu düşünülürdü. Şənbə günü Müçtəbə Xameneyinin bombardmanlarından birində yaralandığı haqqında məlumat yayılmışdı. Amerika Birləşmiş Ştatlarının İranın hərbi gəmisinə hücumu nəticəsində 104 dənizçi həlak olub. Bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ABŞ sualtı qayığının İranın Iristena hərbi gəmisinə hücumu nəticəsində 104 dənizçi həlak olub. 20 nəfər isə itkin düşüb. İran Dövlət Televiziyasının verdiyi məlumata görə, gəminin göyərtəsində 136 heyət üzvü olub. Gəminin hərbi təlimlərdən qayıdarkən vurulduğu qeyd edilib.